Herkese salam, kanalıma ve yeni vloga hoş geldiniz. Videomu yeni gecikti paylaşmağım. Bunun bir sebebi var idi. Koridora mebel sifariş etmişdi. Nihayet ki hazır oldu. Ustalar zəng elədilər ki, sabah gelip qırışdıracaqlar. Ben de vaxtımı boşuna yitirmək istemedim. Dedim, hem buraları geçeyip boşaldım, hem de sizler için video çekim paylaşım. Əslində ağlımda başka bir video var idi ki, onu çəkməliydim. Amma ki sonra təxirə saldım çünkü qabağa bu düşdü. Dedim, elə yaxşı ki bu düşdü. Sevindim əslində xəbər gələndə ki, sabah yeni mebel gələcəkdi. Bu mebeli biz ehtiyacı olan bir ailəyə bağışladıq. İnşallah onlar üçün xeyirli olsun. Bu polkanı mən əslində sevirdim. Çünki bura kitablarımı yığırdım. Amma yeni mebeldə belə polkalar düzəltdirmədim. Çünki kitablarım üçün ayrı bir fikrim var. İnşallah onu da gerçəkləşdirəcəm. Və nəhayət ki səhəri gün ustalar gəldilər və bu sevmədiyim bu mebeli nəhayət ki çıxardırlar buradan. Əslində mebel özü çox yaxşı mebeldir. Bərk mebeldir. Möhkəmdir. Yəni sadəcə rəngini o qədər bəyənmirdim ki, bir tarakan rəngidir deyə sevmədim. Süt olanı hiç sevmiyorum. Ben de sevmiyorum. Nəhayət ki ustalar mənim ağ mebellərimi də quraşdırırlar. Demək olar ki artıq Donald Trump'ın evi kimi bizim evdə beyaz ev oldu. Mebelimizin gedişatı. İndi ustalar çay içir. Belə bir şey oldu. Kataloga kimi elətdirdim. Burada yadınızdadsa işıq yox idi. Yoldaşıma əlavə elətdirdim ki, başında işıq olsun ki, işıqlı olsun, belə maraqlı görsənsin. Amma belə çox qəşəng oldu. İndi qaldı buralara polkalar. Belə ayaqqabı polkası olacaqdı. Bir də qapıları gəlsin. Nəhayət ki ustalar işlərini bitirdilər, qurtardılar, getdilər. Mən də dedim başlayayım, qəşəng təmizlik eləyim. Əslində istəyərdim ki, qəşəng kadr alınsın, amma ki ştativi hara qoysam da qəşəng kadr aldıra bilmədim. Həm də axşamüstü idi deyə kamerada axşam vaxtı heç də yaxşı çəkmir. Ona görə başını buraxdım, biraz elə belə yüngülvari çəkiliş etdim, qalanı isə saxladım. Qəşəng tərtəmiz elədim. Demək olar ki, bütün pulkaları, hər bir küncünü nəm salfetka ilə sildim və qoydum qurumağa. Buranın isə polkaları hələ ki yoxdur, sabah gələcəkdə. Əslində gəlmişdi, sadəcə az idi. Mən isə polkalarını çox olsun istədim. Sırf ayaqqabı dolabı olsun istədim. Ona görə getdilər yenidən kəsməyə və sabah gətirəcəklər. Və dedim, sonda isə buraları plisoslayım, toz tökülmüşdü yerə. Plisosladım, amma silməyi silmədim. O qədər yorğun idim ki, dedim ki, daha qalanını da sonra eləyəcəm. Şkafın ağzını açım, havalansın, qəşəng. Biraz qoxu var içərdə. Bura polkalar olacaqdı, axıra qədər. Sabah gələcəkdi inşallah. Baxın, burada da var. Son bir də buradadır belə. Burada isə asılqanlar elədik. Əlimdə çatır kakraz. Belə. İstəyirəm ümumiyyətlə bugün belə açıq qalsın bura ki tam havalansın qəşəng. Düzdür, qəşəng sildim hər yerini, içini, çölünü falan, yuxarısını, üstünü, başını, hər yerini. Və biz indi gedirik. Sabah mənim makyaj masam da gələcəkdi təzə. İndi gedirik onu boşaltmağa və həmin o makyaj masasını da qızımın otağına keçirdəcəyik. Və mən artıq başladım buraları təmizləməyə. Düşündüm ki, qarderoba yığım. Əslində ortalığa da yığa bilərdim ki, onsuz da sabah gələcəkdi və oradan da yerləşdirərəm. Sadəcə mən istədim ki, ortalıqda qalmasın, çünki mənim uşaqlarım dələduzdular. Gəlirlər, gedirlər. Yəni mənim əşyalarımı toxumağı sevirlər. Yəni maraqlı olur axı uşaqlara o cür işlərlə məşğul olmaq. Ona görə dedim ki, qarderoba qoyum. Sınar, əllərinə batar. Ona görə ehtiyat elədim biraz. Həm də dedim ki, yeni komodumda, daha doğrusu yeni makyaj masamda sizin üçün çəkilişlər eləyəcəm. Ona görə düşündüm ki, elə qarderobda olsa yaxşıdır ki, həm çəkiliş edərəm. Çəkiliş etdiyim zaman da elə gətirərəm, az-az belə düzərəm. Əslində mən düşünmüşdüm ki, makyaj masam biraz gec gələcəkdi və mən bunun üçün səliqəyə salmalıydım. Sadəcə nədənsə belə tez hazır oldu. Mən makyaj masamı indi gələn vloqda göstərəcəm sizə. İndi göstərəməyəcəm. İstəyirəm bu videonu burada qurtarım. Çünki həqiqətən də biraz çox yoruldum mən bu videoları çəkimi. Çünki hamısını bir vaxta saldım. Düzdür, 3 gün vaxtımız getdi, amma ki yenə də yorğun düşdüm. Fikir verdiniz, ayaqqabıları düz buraya yığmışdım bizim otağa. Başqa otağa yığmaq istəmədim ki, uşaqların ayağına falan dolaşmasın. Ona görə ən gözəl variant bura idi. Əslində mən sizlə başqa bir haqda danışmaq istəyirdim. Mənim qısa videolarım haqqında. Biraz izləyicilərim var ki, xoşları gəlmir mənim videolarım qısa olanda, daha uzun videolar istəyirlər. Buradan hər birinizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun ki, bu qədər dəyər verirsiniz. Hətta videolarımın uzun olmağını da istəyirsiniz. Amma əslində inanın ki, çalışdığım qədər uzun eləyirəm. Sadəcə o qədər belə mənasız yerlər var ki, onları mən kəsirəm, çıxardıram, sonra bəzi yerləri sürətləndirirəm deyə video tamamilə qısalır. Mən özüm belə arada məhtəl qalıram ki, mən bəs bunu uzun çəkmişdim, uzun idi. Bu niyə bu qədər qısaldı? Düşündüm ki, sizlərə də maraqsız gələr elə. Bura yerləşdirdik masanı da. Burada çox qəşəng durdu, amma biraz belə bu tərəfə çəkək. Çünki burada şkaf var, şkafa çox dəyir ona görə.
Buralar boşaldı. Burada sadəcə qaldı bu ayaqqabılar, hansılar ki o təzə şkafa gedəcəkdi. Bura sabah mənim makyaj masam gələcəkdi. Növbəti gündən hər kəsə salam. Nəhayət ki, ustalar gətirdilər mənim makyaj masamı, yerləşdirdilər. Əslində ürəyim istəyən kimi oldu. Çox qəşəngdir. İndi inşallah gələn vloqda onu göstərəcəm sizə. Tam istədiyim kimidir. Sadəcə mən güzgünü bəyənmədim, xoşuma gəlmədi. Onu da bir gün dəyişəcəm. Mən isə burada polkalar da gəlmişdi. Dedim bu polkaları da qəşəng silim. Çox toz idi. Hər 3 polkadan bir gedib dəsmal da yuyurdum. Çox tozlandı dəsmalda bu arada. Bunları da qəşəng silim və yerləşdirim. Sadəcə bir balaca böyük idi. Mən də bunu məcburən indi göstərəcəm sizə video ardıcıllığında. Malatok adı həmişə yadımdan çıxır Azərbaycan dilində. Baxın ondan çəkiclə vururdum ki, bəs ki yerinə tam otursun, amma çox qəşəng görsəndi. Həqiqətən də hələ ayaqqabıları düzəndə, o qəşəng görsəndi. Ümumiyyətlə özüm üçün bir qərar vermişəm ki, çalışdığım qədər hər cür videolar çəkib paylaşacağam, çünki izləyicilərim sevirlər. Düzdür, baxışlarım o qədər də çox olmur, like'larım da o qədər çox olmur, amma ki yenə də həvəsdən düşmürəm. Çalışıram həvəsdən düşməyim, çünki izləyicilərimin əksəri mənim videolarımı sevirlər və mən də onlara haqsızlıq olmasın deyənə çalışıram. Hərdən bir nəsə bir şey kadra alım, paylaşım. Sizlərdən isə sadəcə xahiş edirəm mənim videolarıma dəstək olasınız. Əgər bir balaca bəyənirsinizsə like edin, ürəyinizdən keçirsə komment yazın. İnanın ki, mənə çox xoş olacaqdı. Sizin bu bir balaca bu dəstəyiniz inanın ki, o qədər böyük bir savab işdir ki, yenə də dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, var olun. Sizin sayənizdə təbii ki, sizin dəstəklərinizin sayəsində mənim kanalım irəliləyiş eləyəcəkdir və mən də sevə-sevə sizlər üçün videolar çəkib paylaşacağam. Ayaqqabıları korobkalarından çıxartdım. Belə yığdım bura. İndi hal-hazırda istəyirəm onlar kişi səliqəli ora yığım. Düşünürəm ki, qəşəng oldu. Korobkada ümumiyyətlə görmürdüm, bilmirdim nə ayaqqabı var burada. Gərək bir açıb baxardım. Məsələn, yoldaş mənə hansı ayaqqabı lazım olanda. Amma belə çox qəşəng oldu. Sadəcə bir nüans var. Bəzi ayaqqabılar var ki, qəşəng alt hissələri sürtülməlidir, təmizlənməlidir daha doğrusu. Sonra burada belələrini qoydum. Mənim açıqım. Sonra bir dənə zontikimiz var. Daha doğrusu bir neçə zontikimiz var. Onlar hardadır heç bilmirəm. Gərək tapam gətirəm. Sonra burada baxın korobkalardır filandı, hər şeyi atacağım getsin. Burada bir iki dənə də ayaqqabı var idi, xarab olubdu. Onları da atıram. Sonra bura tapçıqaları yığdım. Düşünürəm elə tapçıqanın yeri buradır. Bir iki dənə zibili var, onları da atacağım. Düşünürəm belə qəşəng oldu. Bəs siz nə düşünürsünüz? Hələ yer də var artıq. Açıqını buradan götürüb elə bura qoyum. Temuda qəşəng bir dənə orqanayzer var belə, sırf açıqları asmaq üçün. Düşünürəm, ondan alaram, belə qəşəng qoyaram, səliqəli görsün. Amma belə də pis deyil. Nəhayət ki, işimi bitirdim. O qədər gözümə görsənirdi ki, əslində səhərə saxlamaq istəyirdim. Sadəcə dedim ki, yox, bugünün işini səhərə saxlamaq lazım deyil. Sabah duracaqsan və peşman olacaqsan. Kəşki dünən bunları eləyərdim. Və gördüyünüz kimi burada da korobkaları açıram ki, daha yığcam olsun ki, aparıb atanda da rahat olsun. Yoxsa belə bütöv şəkildə, yəni aparmaq biraz çətin olacaqdı. Ona görə belə yığıram. Gələn vloqda isə makyaj masamı yeniləyəcəyik, qəşəng düzənləyəcəyik. Hətta Temudan da ona bəzi şeylər almışam. İnşallah ki, izləmədə qalın. Əgər videolarımı
abunəsiz izləyirsinizsə, o zaman çox-çox xahiş edirəm, kanalıma abunə olun, elə izləyin. Çünki onsuz da izləyirsiniz də videolarımı, belə deyim. Yəni üzə vurmuş kimi oldum təbii ki, amma yenə də çox xahiş edirəm, kanalıma abunə olun, dəstək olun. Bir balaca da bəyənirsinizsə like edin. Nəysə, bugün bu dəstək barədə çox danışdım. Bilirəm, yenə yazacaqsınız ki, videonuz qısadır, uzun eləyin. İnanın ki, həqiqətən də uzun video çəkirəm. Sadəcə çox kəsirəm mən bu kəsmə işlərini. Elə bir ki, həqiqətən də fikrimdə tutmuşam ki, elə 10 dəqiqəlik video olsun. Ona görə 10 dəqiqəyə qədər elə bir bilərəkdən qısaldıram. Sonra pişman olurum təbii ki, bunu elədiyimə. Amma yenə də nə bilim, istəyirəm ki, maraqlı olsun da, yaxşı axıntılı getsin. Ki, məndən inciməyin bu qısa videolarıma görə. İnşallah ki, bir gün uzun-uzun olacaq videolarım. Nəysə, gələn vloglarda görüşənədək hələlik. Bir də bu şkafa moldinglər istəyirəm yapışdıraq. İndi yoldaşımla gedib 8 bazarına vəsməyə baxacağıq. Əgər orada olsa, alıb dedim bu şkafların üstünə molding yapışdıraq, daha qəşəng görsənəcəkdir. İnşallah izləmədə qalın, birlikdə yeniləyərik. Bəlkə də sizlərə də fikir olar.